Ötən gün Tərtərdə dəm qazının qurbanı olan ailənin ürək dağlayan fotoları yayılıb. Doğru Xəbər Azərbaycan bildirir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib. Xatırladaq ki, əslən Kəlbəcərdən olan bir ailənin 4 üzvü, 30 yaşlı Tağızadə Ülfət Maisoğlu, həyat yoldaşı, 27 yaşlı Tağızadə Əfsanə Fəqan qızı və övladları, 7 yaşlı Ümid və 5 yaşlı Sürəyya yaşadıkları evdə dəm qazından boğularaq həyatlarını itiriblər. Allah rəhmət eləsin.